Salam əziz iştirakçılar, hər birinizi xoş gördük. Bugün sizlə Tamam. testimizin növbəti hissəsini edəcəyik. Ayda xanım, xoş gəldiniz. Çok sağ olun. Teşekkür ederim. Uğurlar ye. Çox sağ olun. Hər birinizə xoş istirahətlər arzulayıram. Aha, bunu açdıq. Aha. Ekran və mən görünürəm, yəni PDF ilə mən görünürəm. Bəli, PDF balacadır. Biz büyütmək olarsa lap yaxşı olardı. Aha, olar əlbəttə. Böyüdü. Görmək olmur. Yox, özü ekran özünü böyüdəriz. Yəni yox, ekranın özünü böyütmək Yazın, olur, ancaq ekran yox. Dünənləri başqa cür idi dəfə. elə. Görünmür. Yazılan yarısı görsənmir. Siz özünüz görsənsiniz, yuxarıda da, aşağıda da. Və yazılarında hə, indi option olmuşdu gözüm. İndi elədir yaxırda. İndi bəs. Ay, bu deyil, ekran kaydı değildi o. Amma normal görünürdü də, yoxsa hələ görünəməmişdi. Normal görsənir, bulanlıq yoxdur. Sadəcə uzaqdan belə qısaldılmış. Hə, indi bütündür. İndi yaxşıdır. Bəli. Bəli, bəli. Formatı fərqli etmir. Bəli, yarısı, yazılan yarısı görsənmirdi. Aha, bəli, başqa formata keçmişdi, ona görə indi düzəltdim artıq. Aha, biz dün 200 testimiz vardı. 200 testi mərhələli işlədik. İndi isə 110-cu mərhələdə qalmışıq. 60-a qədər işləmişdik. 60-dan 110-a işlədik. Ondan sonra da 110-dan 200-ə qədər qalıb. Bu testləri işləyib bitirdikdən sonra ikicə müsahibəmiz qalır. Yəni müsahibə edəcəyik. Onu da bitirdikdən sonra artıq bizim dərsimiz bitir. 2 müsahibəmiz qalıb. Ayda xanım bu arada xatırlatma edeyim. Keçən dərs soruşmuşdunuz. 2 dərsimiz qalıb. 2 müsahibə. İnşallah. Əgər vaxtımız çatsa 1 müsahibə olacaq. Bitəcək ondan dərsimiz. Yox, əgər vaxtımız çatmasa 2 müsahibə olacaq. Aha, indi testlərimizi işləyək. 110-cu testdə qalmışdıq. HR analitikada ən vacib element nədir? Ən vacib element data və faktlar. Analitik isə burada data və faktlar götürülməlidir. B variantı. Bəli, düzdür, data və faktlar. Bu bəzən data və analitikada yazırlar tərsinə. Məsəl üçün yazırlar ki, HR faktlarda ən vacib nədir? Data və analitika. Yerlərini dəyişik yaza bilirlər. Ondan sonra 111 işçi inkişaf etmək istəyir, amma rəhbər dəstək vermir, nə etmək lazımdır? Yəni ki, işçi işləmək istəyir, inkişaf etmək istəyir, sadəcə rəhbərlə uyğunlaşa bilmir. Rəhbər ona dəstək olmuş. Bəli, rəhbərlə işləyib, burada yenə B variantıdır. İşləyib inkişafı təmin etmək daha uyğun yəni məqamda. Bəli, düzdür. Çünki artıq bu işçi işləyib özünü inkişaf etdirmək istəyir, rəhbər istəmirsə artıq rəhbərin üstündə işləmək lazımdır. Aha, ondan sonra 112-ci test. Komandada kommunikasiya problemi var. Ən effektiv həll nədir? Yəni ki, əlaqə qurmaq vasitə, ünsiyyət problemi. Kommunikasiya problemi var. Ən effektiv həll necə ola bilər? Bəli. Yəni yenə də burada kommunikasiyada yəni bir-birinə münasibətdən gedirsə, ünsiyyət təlimi, struktur yaratmaq, burada koçlardır, psixoloqlardır, bunları dəvət edib və yaxud da varsa onlardan istifadə edə bilərlər. Bəli, bu problemləri aradan qaldırmaq üçün. Bəli, Ayda xanım düzdür. 112 B variantı ünsiyyət təlimi, yəni ki. Aha, 113-cü testimiz. İşə qəbulda ən doğru qərar necə verilir? Yəni HR tərəfindən necə verilir? Bəli. Çıxırmı? Nəvəm çıxırır deyil. İşə qəbulda ən doğru qərar necə verilir? Bəli, HR tərəfindən. Hissələrlə təsadüfi tez qərarlar strukturlaşdırılmış və obyektiv qiymətləndirilmə ilə verilə bilər. Bəli, bax, sənə verirəm. Çıxı get gəl. Düzdür, bəli, strukturlaşdırılmış B variantı, yəni ki. Ondan sonra 114 işçi şirkətə dəyər qatır, amma etik deyil. Yəni etik davranışları etik deyil. Nə etmək lazımdır?
işçi şirkətə dəyər qatır, amma etik deyil. Bunu bu yenə də bu olan işləmək lazımdır və burada etikanı qorumaq daha uyğun cavabdır. Variantı. Bəli, Ayda xanım tamamilə doğrudur. Onun üçün bəzi təlimlər keçmək lazımdır, natiqlik təlimləri keçmək lazımdır. Baxır, yəni orada baxır o nədə etik davranış, etikadan kənar davranış sərgiləyir, yoxsa diksiyasında etikadan kənar sözlər işlədilir. Yəni bunlar nəzərə alınaraq onun üzərində onu çalışdırmaq lazımdır. Aha, məsəl üçün biz belə düşünək də, danışıq çox möhkəm, gür danışır, hər kəsə sən deyə xitab eləyir, sonra işlənildiyi yerdə yemək hər kəsə paylayır, məsəl üçün də tutalım. Və yaxud da kiminsə stəkanı, şəxsi bir əşyası var, gedir onu istifadə eləyir. Yəni etik davranışlar deyəndə söyüş, təhqir yox, onlar etik deyil o. Artıq əxlaq cəhətinə girir. Onu qoyaq kənara. Yəni nəzərdə bilməli, bu etikanın hansı sahəsinə, hansı nəzərdən pozur, ona uyğun da işləmlər aparılmalıdır. Kimisə, yəni özünü necə deyim, bir dənə Loru dilində bir söz var, özünü çox yaxın hiss edir. Yəni işçilərlə sərhədləri pozmasında sərhədləri qorumalıdır. Və məsəl üçün bəzi insanlar da var ki, sərhədləri bilmədən pozur. Çünki bir dəqiqə çata nəsə gəldi. Fatimə xanım, xoş gəldiniz. Heç bir problem yoxdur, üzrə düşməniniz olsun. Siz zaten icazəli idiniz işıqlar məsələsinə görə, problem yoxdur. Xoş gəldiniz bir daha. Chatda cavabları yaza bilirsinizsə, chatda yaza bilmirsinizsə, səsli şəkildə deyə bilərsiniz. 114-cü testini izah edirdim. Məsəl üçün, bəzi insanlar sərhədləri pozan zaman, özünü yaxın hiss eləyən zaman, yəni kiməsə, bilmədən edirlər. Yəni ki, özü hər kəslə doğma olmaq istəyir, özündə başqalarını da elə düşünür ki, onlar da onun kimi doğma olmaq istəyir və o çox vaxt eləmək lazımdır. Diaqnoz eləmək lazımdır ki, bu hansı məqamlarda necə etikadan kənar, yəni etikanı qorumur da, belə deyək, daha yumuşaq olsun. Aha, bəli, etikadan kənar davranışlar eləyir. Onun üzərindən də çalışmaq lazım. Çünki bu çox şaxəlidir. O yüzden də istəyir davranışda, yəni istəyir münasibətlərdə, nitqində, onların hamısını hamısı bir yerdə buket şəklində olsun. Bir də var ki, hər hansı bir var, onu aradan qaldırıb, onunla məsul şəxslər, indi HR-dırsa və yaxud da digər, və yaxud da psixolog, koçlar varsa işdə, yaxud da yoxsa dəvət edirlər, işdə konflikt olanda da edirlər, belə onları aradan qaldırmaq üçün. Ona görə bir çox işlərdə çox güclü konfliktlər olur. Elə bir ki, düşmən mövqeyi tuturlar. İstəyir restoran şəbəkəsində, kafe şəbəkəsində, cavan uşaqları mən eşitmişəm, danışıblar da orada olanlar ki, necə bir-biri ilə qruplaşmalar, ofisiantdırlar, necə bir-birinə qruplaşmalar, necə bir-birinə, necə deyim, pis çıxmasını, belə etikadan kənar, badalaq vurmalar, nə bilim, çox danışıqlarında qızlar, əksər qızlar oğlanlarda belə üzərinə gedirlər, həm təhqir, həm psixoloji təzyiq, hər bir işi görürlər. Bəli, arxasından quyusunu qazırlar, belə deyim. Bəli, həm qul qazırlar, həm də qeyri-etik danışırlar, hərəkət elə bir ki, quldarlıq dövrüdür. Belə bir vəziyyətlə qarşılaşırlar. Bəli, onun üçün də... Yəni, etika deyirsiniz, yəni təkcə ofisdə yox, belə yerlərdə də aşırı, yəni baxırsan, əlində kağız gedib gəlir, sakitlər də bunlar, ofisantlar. Amma arxa planda nə proseslər baş verir, onu da oranın administrator mı deyim, və yaxud da kimdirsə, deməli o düzgün, orada onlara məsul olan şəxs düzgün yönlərdə bilmədiyi üçün, onları yəni düzgün idarə edə bilmədiyi üçün baş verir. Bəli.
Onlara ən birinci təlim keçmək lazımdır, etik təlim. Etika və davranış təlimi Bəli. var. Psixologiyanın da içində var. Belə ayrıca da təlim kimi keçirlər. Onu həm HR-lara keçirlər, həm də HR-lar ilk gələn kimi yeni götürdükləri işçilərə keçirlər, vakansiyanı tamamlayan kimi. Amma bəziləri vaxt getməsin deyə, elə tələm-tələsik plan doldurulsun deyə kimi gəldi götürürlər, sonunda artıq onu... Mən elə onu deyəcəydim də, çox uzatmaq istəmədim. Bizim vaxtımızı almıyor. Aha, eybi yox, problem yoxdur. Nə demək istərsəniz buyurub cavablandıra bilərsiniz. Aha, indi keçək 115-ci testdə. Fatimə xanım, siz cavab verə biləcəksiniz. 115... Ben böyle yazılı yazsam olar. Yazı məndara hafta çünkü biraz ses gibi var etrafta ona göre. Hə, olsun. Olsun Fatimə xanım, sizə necə uyğundur? Yəni ki, ümumiyyətlə, Həm də- hansı cür olsa cavablandıra bilərsiniz də. Hem de o xanımla danışır, mən də danışıram. Səslər bir-birinə qarışacaq. Ona görə belə Yox, mən səs siz danışanda susaram, narahat olmayın. olmasın da mən yazılı yazaram. Hə, olsun. Hansınıza necə rahat? Hamının öz növbəsi var. Siz danışsınız, mən susacağım zaten. Yox, Fatimə xanım yazılı bu dəfə cavab vermək istəyir. Yox, o yazılı cavab versin, siz səsli cavab verin. Heç bir problemi yoxdur. İndi 115 oxuyuram. HR üçün ən böyük strateji məqsəd nədir? İşçi sayını artırmaq, doğru insan, doğru yol, doğru zaman, maaş azaltmaq, təlim keçmək. HR üçün ən böyük strateji məqsəd. Maaşı azaltmaq deyil. Əgər xanım cavab vermək istəmirsə, mən sizə cavab verim. Siz verin, o da chat bölməsinə yazacaq. Tavan araçlıq olmasın da, mən danışdım, o danışmadı. Hə, yox, o əvvəlcədən şəxsi də bildirmişdi ki, bugün sadəcə səssiz şəkildə iştirak eləyəcək. Ona görə problem yoxdur. Buyurun. HR-ın ən böyük məqsədi, strateji məqsədi doğru insanın, doğru rol, doğru zaman, bunları onların strateji məqsəd bu olmalıdır. Aha, bəli. Ayda xanım B variantı dedi, doğru insan. Fatimə xanım da B variantı dedi. Bəli, hər ikinizin də cavabı düzdür. İlk əvvəl doğru insanı, doğru zamanı tapmalıdır və ədalətli şəkildə qərar verməlidir, seçim etməlidir. Aha, indi keçdik 116-cı testdə. İşçi daim passivdir, amma problem yaratmır. Nə etmək lazımdır? Bu B variantı engagement artırma. Aha, Ayda xanım B variantı deyir. Engagement. Passivdir, motivasiya vermək. Passivliyə baxır nə ilə bağlıdır. Bəlkə hər hansı bir bunun necəm şəxsi problemi var və yaxud da sağlıqla problemi. Passivliyin özünün səbəbi də axtarılıb tapılmalıdır ki, onu aradan qaldırsın. Problem yaratmır, amma yəni burada çox şeylər var. Depressiya da ola bilər, şəxsi motivlər əsasında, iş əsasında, işçilərlə necə deyim, münasibətlərdə kimsə bir-birini də qıcıqlandırır və yaxud da nəsə bir-birinə mənfi ekstra təsirlər göstərirlər və yaxud da kimlərsə aşağılayır. Var da cürbəcür. Bunu araşdırmaq lazımdır ki, bunda bu passivlik nədəndir? Bu problem yaratmır, amma passivdir. Ona görə də əsas mən belə baxıram, indi deyirləri, neyləri, amma bunlara da ola bilsin ki, məsələn, depressiya deyirlər. Depressiyanın özündə də depressiyanın özündə araşdırılır diaqnostikada. Mən həmişə psixoloqlarımıza da deyirəm. Çünki vitamin D-dir, digər vitamin mikroelement çatışmamazlığı da insanda passivlik, insanda depressiv vəziyyət əmələ gətirir. Bunları bir-birindən qarışdırmasınlar da. Bunu demək istəyirəm. Ola bilsin ki, bu adamda, yəni bunu baxmaq lazımdır. Həm sağlıq, onu görürüm sağlıq, həm də iş əsnasında bunun passivliyi, daim passivdirsə, demək bu sağlığında problem var. Sağlığında və yaxud da ailə problemin var. Ailəsində bir problem. Psixologiyasına təsir göstərən ailə problemləri, iş problemləridir. Yəni və yaxud da hər hansı bir sağlığı ilə bağlı problem yaşayır, psixoloji travmalar ola bilər. Çox şeylər
Yəni o diaqnoz edilmiş onu demək olmaz ki, bu passivliyi necə aradan qalır? Gidin o motivasiya verək. Nə ilə motivasiya verək? Bir insan əgər bir problemi varsa, biz onu həll edə bilmiriksə, nə qədər ona motivasiya versək, o problem yerində də qalır və yenə də eyni döngü davam edəcək Bəli. deyə düşünürəm. Bəli, düz düşünürsünüz Ayda xanım. Fatimə xanım da B variantı yazıb. Bəli, engagement artırmaq. Engagementdə yəni ki, iş motivasiyası artırmaq, potensial artırmaq, ilk əvvəl ondan söhbət etmək və yaxud da HR-ın başa çıxmırsa bir psixoloq, psixoloji seans keçmək və yaxud da psixoloji təlimlərə yönləndirmək, o artıq engagementlə o öz yolunu tapacaq. Bilirsiniz, orada bir məqam da var. Bu insan passivdə ola bilsə, bu məsələn sağlıqda bilirəm gedib laborator analizlər verilməlidir. Yoxlamalardan instrumental laborator analizlərdən keçməlidir də, həm də aparaturalardan. Bir çox problemlər var ki, sağlıqda. Onlar sırf insanın belə passiv olmasını, əzgin olmasına təsir göstərir. Qan azlığı da buna aiddir, şəkərdir, baxır yaşına, cavanlarımızda da olur, təzyiqdir. Yəni bunların hamısı insanda böyle digər şəkildə özünü göstərir. Üzürü sayın, şu an səsi düşür, nəvəmdir, əl çəkmirəm. Allah saxlasın maşallah. Eybi yox, biraz düşür, amma eybi yox. Allah saxlasın, əsas odur. Bundan möhkəm gəlməsin, çünki artıq sizin də fikriniz yayınacaq. Ona görə belə az xodla olanda problemi yoxdur. Dursun. Orada görürsən. Aha, sizin dediyiniz yolların hər biri düzdür. Ondan ilk əvvəl diaqnostik bədən yoxlanışı olmalıdır, fiziki. Ondan sonra o sağlam çıxarsa artıq engagement artırmaq. Ondan sonra 117-ci testində keçək. Geniş yanaşmaq lazımdır da. Aha, bəli. İcadlı çıxartmaq lazımdır. Bəli, ətraflı yoxlanış. Aha, Fatimə xanım artıq 117-ci testi də həll eləyib. Şirkətdə yüksək stres var, ən doğru yanaşma hansıdır? Fatimə xanım B variantı yazıb. İş yükü və limiti optimallaşdırmaq B. Bəli. Söz eləsəz, mən də çox danışmayacağım bir mövzu üzərində. Prosta bəzən onları çatdırmaq istəyirəm ki, ətraflı fikir versinlər də. Aha, o saat insana depresiya yapışdırmasınlar ki, bu depressiyadadır, bu nə bilim nədir. Ola bilir ki, tamam başqa səbəblər olur. Bəli, bildiyimiz fikirləri bölüşməliyik. Aha, 118-ci testimizə keçək. HR üçün ən vacib qərar faktoru nədir? Balanslı və obyektiv analiz. Bəli. Ən vacib qərarda balanslı və obyektiv analiz. Burada tez qərardır, maaşdır, emosiyadır, bunlar ora aidiyyəti, bəli. Aidiyyəti bu və digər şəkildə ola bilər, neysə, yansıması olar. Amma əsas cavab balanslı və obyektiv analizdir. Bəli. Fatimə xanım da B variantı dedi, hər ikiniz də düzdür. Bu birlər əsasda, amma vacib deyil. Yəni qısa şəkildə onu bildirim. Onlara da baxılmalıdır, amma ilk növbədə o birinə, B variantına. Ondan sonra 119. İşçi şirkətdən getmək istəyir, amma səbəb demir, nə etmək lazımdır? Yəni yenə B variantıdır. Açıq ünsiyyət qurub səbəbi anlatmağa çalışmaq lazımdır. Bəli. Ayda xanım B variantı dedi. Fatimə xanım siz? Siz də B variantı dediniz. Aha. 119 B variantı düzdür. 120. HR-ın uğuru necə ölçülür? İşçi sayı ilə, performans, məmnuniyyət və nəticə ilə, maaşla, təlimlə. B variantı yenə də performans, məmnuniyyət və nəticə ilə. Göstərdiyi nəticələrlə. Aha, Ayda xanım düz B variantını dediniz. Siz, Fatimə xanım siz? Performans nəticəsi, bəli, B variantı düzdür.
İkiniz də B variantı dediniz, düzdür. İndi isə keçirik 121-140-cı hissəyə, yəni ki, Real case strateji. bəli, Fatimə xanım uğurlarla. Bu arada chat bölməsinə yazırlar deyə onları səsləndirirəm. Ona görə arada biraz fasilə verirəm. Üzrlü hesab eləyin. Aha. 121. Yəni ki, real sual, gerçək imtahana düşən Testlər. suallardır, bəli. Müsahibələrə düşənlərdir və bunları artıq bildikdən sonra sizin üçün praktiki cəhətdən nəzəriniz zaten bilirdiniz. Praktiki cəhətdən də daha çox bilmiş, daha çox mövzu aydın olmuş olacaq sizə. Aha, ilk sualımıza başlayaq. 121-ci sualda şirkətdə iki yüksək performanslı işçi arasında ciddi konflikt var. Layihə risk altındadır. Nə etmək lazımdır? Birini işten çıxartmaq yox, göz yumaq deyil, layihəni dondurmaqda deyil, konflikti strukturlaşdırılmış şəkildə idarə edib ortaq həll tapmaqdır. Aha, Ayda xanım yəni ki B variantını dedi. Bəli, Fatimə xanım da B variantını dedi. Düzdür, B variantıdır. Burada göz yumaq olmaz, iki irəlidə yəni də Daha böyük problem yaradar. işçi, ona göz yumaq olmaz, layihəni də dayandırmaq şirkətə əks təsir göstərə bilər. Həm maliyyə cəhətdən, həm imid cəhətdən. İndi layihə nə layihədir? Birini işdən çıxartmaq da düzdür. Çünki ikisi də perspektivli işçidir. Ona görə də konflikti strukturlaşdırılmış şəkildə idarə edib ortaq həll tapmaq mümkündürsə. Bəli, hər ikinizin də cavabı düzdür. 121 B variantıdır. Burada A variantı yazıb, əgər alınmırsa, əgər bu konflikti aradan qaldırmaq alınmazsa, bu yəni əks var bu побочный действиеləri dərmanlarda. Bunu da birini işdən çıxarmaq yox, birini işdən layihədən uzaqlaşdırmaq, hansı ki ikinci dərəcəlidir, daha onu kənarlaşdırmaq daha münasib olacaqdır. Çünki işin gedişatına mənfi təsir göstərəcəksə, mənfi energetika ilə hansı layihəni inkişafından söz gedə bilər? Bəli, düzdür, amma həmin o biri şəxsi uzaqlaşdıran zaman o artıq bir Lori dillə desəm daha gəriləcək, gərgin oxa çevrilib, gərgin yaya çevrilib, oxun daha çox atmağa başlayacaq. Bunu şirkətin rəhbəri edirsə, işçi heç bir təsir düzünə qədər əsəbləşsə də, yəni səbəb baxmaq lazımdır da. Bəzən elə olur ki, anlaşmazlıq aradan qalxmır. Ona görə də belə halda da, yəni sual belə də qoyulsaydı, onda birini layihədən uzaqlaşdırmaq, işdən çıxartmaq yox, layihədən uzaqlaşdırmaq o olar. Və yaxud da həmin ayki maaşına, yəni mən olsaydım, konflikt aradan qalxmazdısa, mən olsaydım maaşından hər işçinin, yəni ki, həmin işçinin maaşından iki işçinin də, yəni maaşından kəsmələr eləyərdim. Məsəl üçün 1200 manat alırsa. Mən bu layihə işlənirdi. Bunların konflikti varsa layihəni tam başa vurublar. Yəni mövzular genişdir. Bunlar layihəni başa vurublarsa, bunların maaşından çıxmaq düzgün deyil axı. Amma birini layihədən uzaqlaşdıraraq digər layihələrdə işçilərin özünü bu digər şəkildə yəni tənzimləməsinə kömək edəcək. Ki məni buradan layihədən uzaqlaşdıra bilərlər, əgər bir problem yaşansa. Maaşdan yəni əziyyət çəkiblər, layihəni düzəldirlər. Yox, layihə tamamlanmamış deyir burada, hələ layihə iş başındadır. Mən onun üçün maaşı deyim. Bizdə nəsə belə bir şey var, tent deyim, yoxsa necə, bir şey olan ki, maaşdan işə çıxdın, gedişdin, pul çıxırlar, nəsə, hamısı pulun üzərindədir. Bəli, o heç düzgün bir şey İşdən artıq qalanda heç mi artıq pul vermirlər, amma işə 5 dəqiqə gecikdi, maaşdan çıxırlar.
Bəli, mən ikinci dərs idi, səhv eləmirəmsə, işçinin nəyinsə analiz edən zaman, nəyəsə görə nümunə çəkdiyim zaman onda demişdim ki, əmək haqqının hesablanması. Məsəl üçün işçi gecikən zaman maaşından məsəl üçün o 300 manat alırsa günə 10 manat. Gecikdiyi saat məsələn 10 saat işləyirsə bir günün maaşını kəsəcək. 300 yox 290 verəcək. Verirlər məsəl üçün. O artıq amma əmək qanunvericiliyi ilə o düzgün deyil. Yəni işçi gecikmədi. Bu artıq burada işləyirsə stabil maaşını almalıdır. Heç bir əmək qanunvericiliyində yoxdur. Yəni o kimdə kəsim olarsa, o məhkəməyə verib təzminatını ala bilər. Yəni alacaq. Çünki o kəsim heç bir qanunda yazılmayıb ki, işçi gecikən zaman töhmət ver, iş saatını uzat. Məsəl üçün saat 7-də çıxmalıdırsa 9-a uzat. Buradan bu tərəfdən ləngidir, bu tərəfdən uzat saatını. Hə, ona problem deyil. 10 saatı tamamlayana qədər də məsəl üçün. Amma da maaşdan kəsmək, ondan sonra cəza verib bir həftə işdən uzaqlaşdırmaq, onlar artıq etik davranışlardan sayılmır. Aha, ondan sonra 123-cü testimizə keçək. Şirkətə sürətli işə qəbul lazımdır, amma keyfiyyət riski var. Nə etmək lazımdır? Yaxşı. Bəli. Aha, siz Yaxşı, gedir. Şirkətə sürətli istəyirsiniz Ayda xanım yazılıb bildirə bilərsiniz fikirlərinizi, problem deyil. yazmaq mənə daha çətin olacaq. Şifahi demək daha rahatdır. Aha, yaxşı. Bunlarında şirkətə sürətli işə qəbul lazımdır, amma keyfiyyətli riski var. Keyfiyyət Aha, riski var. Fatimə xanım B yazdı. Ayda xanım Minimum keyfiyyət standartlarını qorumaqla qorumaq. bunu həll etmək olar. Aha, bəli, düzdür. 124-cü testimizə keçək. İşçi rəhbərlərdən narazıdır və bu yayılır, nə etməlidir? Yəni gedib dedikodu eləyirsə, qeybət eləyirsə, o işçi haqqında nə etmək lazımdır HR olaraq? Rəhbərlər komanda ilə vəziyyəti analiz edib vəziyyəti qorumaq lazımdır. Problemi aradan qaldırmaq lazımdır. Bəli, Ayda xanım düzdür. Fatimə xanım nə yazıb? Bir dəqiqə. Komanda ilə iş bacarıq etməli. B variantı. Aha. Bəli, hər birinizin cavabı düzdür. Daha doğrusu hər ikinizin də cavabı düzdür. B variantı 124. 125 komandada gizli lider var və rəsmi rəhbərlərlə toqquşur. Nə etmək lazımdır? Yəni bir HR olaraq. Nə lazımdır? Daha nədir? Komandada gizli lider var və rəsmi rəhbərlərlə toqquşur. Nə etmək lazımdır? Aha, Fatimə xanım B variantı yazdı. Balanslaşdırmaq. Aha, bəli, Ayda xanım düzdür. Rolları və liderliyi balanslaşdırmaq. B variantı, yəni ki. Aha, Fatimə xanım düzdür. Ayda xanım siz də düzgün cavabladınız. Aha, indi isə keçək 126-cı sualımıza. Şirkətdə sürətli böyümə var, amma HR sistemi zəifdir. Risk nədir? Güzeldir. Hazırlığı çıktı. Sualı eşitmədinizsə yenidən oxuya bilərəm. Şirkətdə sürətli böyümə var, amma HR sistemi zəifdir. Risk nədir? Struktur çatışmazlığı və xaos. Aha, Ayda xanım da, Fatimə xanım da B variantı deyir. Bəli, düzdür. Struktur çatışmazlığıdır. Risk. 127-ci sualımızı oxuyuram. İşçi şirkətdə qalmaq istəyir, amma inkişaf yoxdur. Nə etmək lazımdır? Cavablar nədir? Göz yummaq, daxil inkişaf yolları Daxil inkişaf yolları yaratmaq lazımdır. Aha, Ayda xanım B variantı dedi, daxil inkişaf. Fatimə xanım siz?
Evet, al. Fatimə Ha. xanım. Ha. Aç ki aç ki. Aha, bəli, bəli Fatimə xanım, Ayda xanım, ikinizdə də B variantı düzdür. Bir dəqiqə test getdi. Aha, 127-ni dedik, B variantı 128. Şirkət mədəniyyəti zəifdir. Əsas səbəb nə ola bilər? Maaş, liderlik və dəyərlərin tətbiq olunmaması, təlim, işçi sayı. Şirkət mədəniyyəti zəifləyir. Səbəb nə ola bilər? Şirkətin mədəniyyəti. Bəli, yəni şirkətdə etikdir, etik davranışlar, mədəni davranışlar, bir-biri ilə Liderlik və dəyərlərin tətbiq olunmaması. Şirkətin Aha, mədəniyyətinin maaşa daxili yoxdur. bəli. Təlim, işçi Yəni deyir ki, sayı. səbəbi nə ola bilər? Nəyə görə? Dəyərlərin tətbiq olunmaması. Dəyərlərin tətbiq olunmaması. Aha, bəli. Ayda xanım B variantı dedi, Fatimə xanım da B variantı dedi. Aha. 129. İşçi səhv edir və bunu gizlədir. O əsas problemlərdən biri. Sizcə nə etməlisiniz? Nə etmək lazımdır HR olaraq? İşini yiyib, bir də gəlir İşçi səhv edib, nəsə səhv bir hərəkət edib, işi gecikdirib və yaxud da bir CV hazırlayan zaman artıq məlumatlar yazıb, öz məlumatlarını şişirdib, egosunu qüruruna sığışdırmayıb, artıq şeyləri yazıb içində və onu HR bilir nə etmək lazımdır. Fatimə xanım B variantı yazıb, açıqlıq və etibar mühiti yaratmaq. Aha, Ayda bəli, xanım B siz variantı. açıqlıq və etibar mühiti yaratmaq. Şərait yaratmaq lazımdır ki, açıq, yəni öz fikrini. Bəli, güvən yaratmaq lazımdır ki, o artıq ehtiyat eləyib yalan danışmasın. Ondan sonra 130 HR qərarı biznesə zərər verə bilər, amma etik olaraq doğrudur. Nə etməli? Yəni etikası etik cəhətdən olar, mədəniyyət cəhətdən olar, amma maddi cəhətdən ziyan verir. Heç tane sualı görmürəm. Biznesə zərər verə bilər, amma etik olaraq doğrudur. Aha, bəli. Biznes zərər, o HR'ın əgər bu necə deyim, buna səlahiyyəti varsa, biznes zərər verə bilərsə, bəlkə bunu müdiriyyət qəbul eləməyəcək ki, etikanı qurur. Yox, müdiriyyət qarışmayan müdiriyyətdir, yəni ki. Yəni səlahiyyətin hər birini Bəzi məqamlarda etikanı qorumaq lazımdır, amma o biznesmenin özündən, işin rəhbərindən asılıdır ki, bu vəziyyəti etibarlı edir. Aha, məsəl üçün belə bir nümunə verim də, işçi çox gözəl maaş gətirir, çox gözəl iş eləyir, müştərilər çəkir, amma etik baxımdan o bayaq dediyim işçi məsələsi var idi, etikanı pozan işçi. O məsəl üçün o etikanı pozur, amma yaxşı işləyir, müştəri cəlb eləyir. Ona çox eləmək lazımdır ki, etikanı qorusun. Yəni etik zərər. Burada sual elə qəribə yazılıb ki, biznesə zərər verə bilər, amma etik olaraq doğrudur. Yəni bu etikanı pozmuyor da, etikanı qorumaq. Aha. Etikanı qorumaq bilmək lazımdır ki, bu vəziyyətdə HR qərarı biznesə nə qərarı? Burada qərardır, burada etika deyil. Etik olaraq doğrudur. Yəni verəcəyi qərar, məsəl üçün işçini işdən çıxartsa biznesə ziyan verə bilər, amma etik olaraq o etikanı pozan şəxsi kənarlaşdırır. HR Etikanı olaraq. qorumaq lazımdır. Etikanı qorumaq. Aha, Ayda xanım etikanı qorumağı yazdı. Fatimə xanım da
B variantı yazdı, yəni etikanı qorumaq. Bəli, əsas məsələ bayaq mən dedim, insani keyfiyyətləri qorumaq, etikanı, mədəniyyəti qorumaq, ədalətli və dürüst qərarlar, doğru insan tapmaq və zamanı doğru şəkildə idarə etmək. Və bu HR-ın verəcəyi qərarda etikanı qoruyub o işçini işdən çıxartmaq olacaq. Artıq nə qədər xəbərdarlıq olmasına rəğmən, töhfə verilməsinə rəğmən, layihədən kənarlaşdırılmasına rəğmən düzəlmirsə və ən son variant olaraq maaşından cərimə tutulmasına rəğmən düzəlmirsə, artıq o işçi maddiyyat itirsə belə o işçini uzaqlaşdırmalıdır, HR tərəfindən uzaqlaşdırılmalıdır. Aha, keçdik 131-ci Bundan suala. sonra bizim yenə dərsimiz olacaq. Bəli, bu zoomdan sonra Bəli, bu zoomdan sonra bugün zoomdan sonra bir zoomda göndərəcəm. Çünki bizdə limitlidir deyə vaxtı 45 dəqiqə olur. 2:45-i mən birləşdirib YouTube üzərindən bir videonun Mən içində bilmirəm, çatdıra biləcəyim yoxsa yox. Çünki Aha, qoşula bilməyəcəksiniz. Bilmirəm necə olacaq. Artıq 8-ə 2 dəqiqəsi qalıb zoomumuzun bitməsinə. Yox, nəvəm yanındadır, üzürsən. Bilmirəm, səs düşəcək YouTube-a yoxsa yox. Ona görə, ondan dolayı. O zaman Həm də bizim işlər planlaşdırılır axşama, sonra qabağa çəkirsiniz. Bizim də planlarımız dəyişir. Bəli, bu həftə rayondaydım deyə internet çox problem elədi. Keçən dərsimiz, bir dərsimiz qaldı. Ona görə aşırı dərəcədə problem eləyir. Sən götürün, sən nə götürün? Aha, 131-ci test Fatimə xanım B variantı yazıb. Yəni ki, komandada çox işləyir, amma nəticə yoxdur. Yön çatışması. Aha, bəli, Ayda xanım da düz cavabladı. 132-ci testimiz. İşçi yüksək potensiallıdır, amma hazırda zəifdir. Nə etmək lazımdır? İnvestisiya edib inkişaf etdirməkmi, işdən çıxarmaqmı, göz yummaqmı, maaş azaltmaqmı? Aha, səsim gəlmədisə yenidən oxuya bilərəm testləri və cavabları. Ay, mən ekran kaydını açmamışam. İndi açdım ekran kaydını. Yəqin ki, bir-iki testi, 4-5 testi üzrü hesab eləyərsiniz. Mən əvvəlini açmamışam. Zəhmət olmasa siz adlarınızı chat bölməsinə yenidən yaza bilərsiniz. Mən adlarınızı səsləndirmişdim. Kaydı açmamışam. Aha, tamam yazarıq. Natavan xanım, xoş gəldiniz. Fatimə xanım, siz də xoş gəldiniz. Pərvanə xanım, xoş gəldiniz. Ayşə xanım da zaten adı görünür. Ayşə xanım, siz də xoş gəldiniz. Bir nəfər də aha. Ondan sonra 139-u dedik. Biz bayaq sizlə başlayanda neçənci testdən başlamışdıq, yadınızdadır? 133-dən başlamışdınız. 133-dən başlamışdınız. 133-lə. Onda mən tez-tez 133-ün cavabını deyim. Şirkətdə favoritizm var, risk nədir? Etibar nitqəsi və motivasiya düşməsi, yəni ki, B variantı. 134 işçi şirkətdən gedir və səbəb maaş deyil, nədir? Əsas səbəbi analiz etməkdir. 135 HR üçün qərar nədir? İnsan sizə hansı variant düzdür? Maaşmı, insan seçimi və yerləşdirilməsimi, təlimmi, işdən çıxarmamı? Mən o testlər işlədiyimiz üçün, ekran kaydını açmadığım üçün sürətli şəkildə səsləndirdim. İndi artıq 135-i hər birimiz birlikdə işləyəcək. Zəhmət olmasa. İnsan yerləşdirilməsi. Aha, Ayşə xanım B variantı dedi. B variantı. B.
Aha, sizdə B variantı. Bəli, insan seçimi və yerləşdirilməsi. Aha, Ayda xanım, xoş gəldiniz. Bu arada sizin adınızı səsləndirməyi unutdum. Evet. Ayda xanım da B variantı, sizdə B variantı. Aha. Aha. Doğru cavab B variantıdır. 136. Şirkətdə dəyişikliklərə müqavimət var. Ən doğru yanaşma nədir? Dəyişiklik idarə etməsini mi tətbiq etmək, yoxsa məcbur etməkmi, göz yummaqmı, maaş azaltmaqmı? B variantı. Aha, B variantı dediniz. Bir dəqiqə. B variantı, aha. Ayşə xanım, Ayda B xanım. variantı bizdə də. Evet. Bəli, Ayda xanım da B variantı dedi. Ayşə xanım qalıb. Aha. Aha, Ayşə xanım da B variantı yazdı. Səsləndirmək olmur. Yəqin ki, səs aça bilmədim. Yox, problem deyil. 136 düzdür bu arada, B variantıdır. 137 işçi şirkətə sadiqdir, amma performansı aşağıdır. Nə etmək lazımdır? Saxlamaq mütləq, performansı inkişaf etdirmək, göz yummaq, maaş azaltmaq. İnkişaf etdirmək. Aha, B variantı. Ondan sonra sizdə B variantı dediniz. Aha, digər iştirakçılar da zəhmət olmasa. Performansı inkişaf etdirmək B variantı. Aha, bəli, performansı inkişaf etdirmək. Performansı az olduğu üçün performansı inkişaf etdirmək. Aha. Bəli, Doğru Ayda qərar. xanım, sizdə B variantı dediniz. O digər iştirakçılar zəhmət olmasa sizdə aktiv cavabları deyin. Ekran biraz balacalaşıb. Mən bir açıq ilə görürəm. Bir də görürsünüz, tam oxuya bilmirəm. Çox xırdalaşıb da. Yəni əvvəl bayaq da belə olmuşdu. Birincidə. Sonradan düzəldi, bəli. Bunda Düzəldi. gərək Zoom-u bağlayıb yenidən açam, ona görə biraz vaxtdan problem eləyəcək. Ona görə mən onsuz da səsli şəkildə oxuyacam mən. Yəni cavabları da oxuyacam. Yəqin ki, o bir iştirakçılar səs aça bilmir. Yox, B variantı düzdür. 137-ci sual B variantı. 138. HR qərarı qısa müddətdə zərər. Bunu bayaq dedik. Sizcə hansı idi? B variantı. Aha, Ayşə xanım, bəli. B variantı. Bəli, B variantı dedi sizdə. Bəli, B variantı uzun müddətli strateji Aha, Ayda xanım. seçmək. Bəli, Ayda xanım da B variantı dedi. Siz də B variantı dediniz. Bəli, B variantı düzdür. Uzun müddətli strategiyanı seçməkdir. 139. Şirkətdə kommunikasiya yoxdur. Əsas risk nə ola bilər? Bunu bayaq həll etmişdik. Görək yadınızda qalıb, yoxsa avtomatik cavab. Səhvlər və Səhvlər və anlaşılmalar. anlaşmazlıqlar. Bəli, hər biriniz B variantı dediniz. Düzdür, hər birinizin cavabı 139 B variantıdır. Bu da belə deyim, səhvlərdir. 140. HR-ın ən böyük gücü nədir? Maaş, doğru qərar və insan idarə etməsi, təlim, işdən çıxarma. Doğru qərar və insan idarə etmək. İdarə etmə, doğru qərar. Bəli, hər biriniz B variantı dediniz. İştirakçılardan qalan oldu mu görüm, deyəsən Ayşə xanım qalıb. Aha, siz də B variantı dediniz. Yox, Ayşə xanım cavablandırdı, üzrü hesab eləyin. Aha, 140 B düzdür. Düzgün seçim. Bəli, hər biriniz düzgün cavablandırdınız. 138-ci hissə, yəni 141 sualla 160-cı sual arasını işləyəcəyik. Nə oldu? Ondan sonra 141-ci testimiz. Şirkət üçün kritikdir, amma komandaya zərər, işçi şirkət üçün kritikdir, amma komandaya zərər vermir. Nə etmək lazımdır?
Burada zərər verir yazmışam. Zərər verir deyil, zərər vermir. Onu klaviatura səhvi olub, texniki problemdir. Ona fikir verməyin, zərər vermir. Nə etmək lazımdır? Saxlamaq mütləq, davranışı dəyişmək üçün ciddi müdaxilə etmək, göz yummaq, maaşı artırmaq. Davranışını dəyişsə yəqin ki, düzələcək. B variantı hansıdır? Siz B variantı dediniz. Aha, siz Elə də B variantı dediniz. Bəli, Ayda xanım siz? B variantı. Aha, siz də Dedim, B yəqin variantı eşitmədiniz dediniz. siz, Hə, ola bilər, o bir səslərlə qarışdı deyə eşitməmişəm, üzrü hesab edin. Bəli, siz də B variantı dediniz. Aha, hər kəs B variantı dedi. Bəli, düzdür. Davranışı dəyişmək üçün ciddi müdaxilə etmək. 141-ci sual, 142. Şirkətdə sürətli işə qəbul gedir və keyfiyyət düşür. Ən doğru addım hansıdır? Keyfiyyət standartları. Keyfiyyət standartları. Standartları bərpa etmək. Bəli, hamınız B variantı dediniz. Bir dəqiqə. Siz də B variantı yazdınız. Aha. Hayır. Bəli, hamınızın cavabı düzdür. B variantıdır. Keyfiyyət standartlarını bərpa etmək. Ondan sonra Ayda xanım. Ayda xanım. Ondan sonra işçi rəhbər 143-cü testimiz. İşçi rəhbəri açıq şəkildə tənqid edir, nə etmək lazımdır? Cəza vermək, feedback mədəniyyəti çərçivəsində etmək, işdən çıxarmaq, göz yummaq. B variantı mədəniyyət çərçivəsində. Bəli. Gəldim. B variantı dediniz siz də. Aha, bir dəqiqə chat bölməsinə də feedback vermək. Bəli. B variantı dediniz siz də. Aha, bəli, düzgün cavabımız B variantıdır. Feedback mədəniyyəti çərçivəsində etmək. 143B. 144. Komanda çox güclüdür, amma nəticəsi yoxdur. Ən kritik məqamlardan biri. Sizcə nə etmək lazımdır? Liderliyi yenidən qurmaq lazımdır. Aha, B variantı, yəni. Disiplinli şəkildə yenidən qurarsa, komanda yenidən nəticə verər. Hansı Ayşə xanım, səsiniz qırıldı, tam eşitmədim. Necə? B variantı. Deyirəm, disiplinli şəkildə əgər yenidən qurularsa, o zaman nəticə verir. Aha, bəli, Ayşə xanım düzdür. Günah demək rəhbərlikdədir. Aha, bəli. Sizin dediyinizi eşitmişdim. Prosta Ayşə xanım deyəndə biraz səs qırıldı. İkisi üst-üstə gəldi deyə qırıldı. Aha, siz də B variantı dediniz. Chatda da B variantı yazıblar. Bəli, B variantı düzdür. 144-cü testdə. 145 işçi şirkətdən getmək istəyir, amma səbəbini demir və vacib hissələrindən, vacib resurslarından biridir. O həmin insan. Nə etmək lazımdır? Bu da B variantıdır. Etibar qrup verməyə çalışmaq. Aha, ikiniz də B variantı dediniz. Aha, chat bölməsinə B variantı. Aha. Düzdür, səbəb B variantı. Cavab B variantıdır. Səbəbi analiz etmək, səbəbi öyrənməyə çalışmaq. 146-cı testimiz. HR-ın qərarı komandanın bir hissəsinə sərf edir. HR-ın qərarı komandanın bir hissəsinə sərf edir, digərlərinə yox, nə etmək lazımdır? Güclü tərəfi seçmək, ədalətli, balanslı qərar, göz yummaq, maaşı azaltmaq. Ədalətli, balanslı qərar. B variantı. Bəli, hər biriniz B variantı dediniz. Bir dəqiqə yorum chat bölməsinə də B variantı yazıblar. Bir dəqiqə mən onu Fatimə xanım, yox, əgər adınızı düzgün səsləndirirəmsə, yox, dərsimizin bitməyinə 20 dəqiqə filan belə qalmış olar. 20 dəqiqə, 15 dəqiqə. Yəni, çıxmaq istəsəniz, eyb yox, ekran kaydını edirəm onsuz da, oradan izləyə bilərsiniz. Yəni, siz daim aktiv iştirak etdiyiniz üçün, aktiv tələbələrdən olduğunuz üçün çıxmaq istəsəniz problem deyil.
Amma belə 20 dəqiqəmiz qalıb. Təxmini olaraq 20 dəqiqə. Ondan sonra 146-nı oxuyaq. 145 bəli B variantı idi, düzdür. 146-nı ədalətli və balanslı qərar vermək, bəli, düzdür. Aha, Fatimə xanım, problem deyil. Nə B variantı var idi verə bizə də, bilərsiniz? Aha, Ayda xanım da gəldi. B variantı, aha, ədalətli cavab vermək. Ədalətli, balanslı qərar vermək. 147. İşçi şirkətdə qalır, amma artıq motivasiyası yoxdur. Nə etmək lazımdır? Göz yummaq, engagement və məqsəd üzərində işləmək, işdən çıxarmaq, maaş azaltmaq. B variantıdır bu da. Bəli, B variantı. Aha, hər biriniz B variantı dediniz. Məqsəd üzərində işləmək deyir Fatimə xanım da. Aha, Ayda xanım qalıb bir tək. B variantı. Mən bu başa bir cavab verilmişdi. Yox, o biri test idi. O 146 idi sizin cavab verdiniz. 147-ni indi oxuyurdum. Aha, 147 B variantı dediniz. Hər biriniz düzdür. 148. Şirkətdə yüksək performans var, amma burnout da var. Nə etmək lazımdır? Burnout yadınızda qalıb, yoxsa yenidən üstündən keçməyə ehtiyac var? Bir dənə açıqlamasını versə sevinərəm. Aha, burnout, yəni ki, belə deyim, problemlərin olması. Yəni, negativ hadisələrin artması, negativliyin motivasiya düşüklüyüdür, sonra depressiyadır, sonra maaş azalıb iş saatının çoxalmasında üzülmədir. Yəni, mənfi hallar. Aha, aydındır. B variantı, well-being strategiyasını qurmaq. Aha, B variantı dediniz. Bir dəqiqə, Fatimə xanım da B variantı dedi. Ayşə xanım da deyəsən cavab demişdi, yoxsa mən qarışdırdım, bilmirəm. Aha, demişdim B variantı. Aha, siz də dediniz. Bəli, 148-də B variantıdır. Balans və shelving strategiyası qurmaq. 149. İşçi şirkətə sadiqdir, amma nəticəsi olmur. Nə etmək lazımdır? Nəticə vermir şirkət üçün. Bu da B variantı. Performansı inkişaf etdirmək və ya uyğun rol tapmaq. Aha, B variantı dediniz. Bir dəqiqə chat bölməsinə baxaq. Aha, sizdə Fatimə xanım idi. Aha, B variantı yazıb. Ayşə xanımla Ayda xanım da qalıb. Onlar da cavablandırsın. Ondan sonra artıq Dedim mən də B variantı, amma səsim eşidilmədi. hə, üst-üstə olanda biraz qarışır səslər. Performansı inkişaf etdirmək. Aha, Və bəli. uyğun rol tapmaq. Bəli, hər birinizin cavabı düzdür. B variantıdır. Hər biriniz performansı seçdiniz. 150. Şirkətdə liderlər zəifdir. Ən doğru qərar nə? Ən doğru addım hansı olar? HR tərəfindən. İşçiləri variantı. dəyişmək, liderliyi inkişaf proqramı qurmaq. Bəli, B variantı dediniz. Aha, B variantı. Ayşə xanım da B variantı dedi. Aha, Fatimə xanım da B variantı, yəni liderlik. Bir tək Ayda xanım qalıb, o da cavablasın. Aha, yəqin ki, səsi açmağa uyğun deyil, eybi yox. Aça bilmirdim. Bəli, B variantı liderlik inkişaf sağlamır.
Aha, əziz iştirakçılar, əgər hansı biriniz səs aça bilməsəniz, orada variant olaraq variantı göndərə bilərsiniz. Çünki bir çox iştirakçı axşam vaxtı olduğu üçün, yay vaxtı olduğu üçün bütün ailə bir yerdə olur. Ona görə yazılı şəkildə bildirirlər. Yəni ki, hansınız səs aça bilməsəz, yazılı deyə bilərsiniz, problem deyil. Əsas odur, cavab yazın. B variantı, bəli, liderlik inkişaf proqramı qurmaq, düzdür, 150-ci testimiz. 151, HR qərarı qısa müddətdə populyardır. Populyar deyil, amma doğrudur. Yəni ki, hamı tərəfindən qəbul olunmur, hamı tərəfindən seçilmir, amma düzgün qərardır. Şirkətin və həmin işçilərin xeyrinədir. Populyar olmasa da doğru qərar tətbiq etmək daha məqsədə uyğundur. Bəli, B variantını dediniz. B variantı mən dedim. Aha, Ayda xanım da B variantı dedi. Ayşə xanım da B variantı dedi. Aha. Bəli, doğru cavabımız B variantıdır. Doğru qərarı tətbiq etmək 151-ci sual. 152. Komandada güclü ego clash var. Nə etmək lazımdır? Birini çıxarmaq, konflikt idarə etməsi və rol aydınlığı yaratmaq, göz yummaq, maaş azaltmaq. Bu da B variantıdır. Birini çıxartmaq yox. B variantı konflikt idarə edilməsi. Aha, B variantını səsləndirdiniz. Fatimə xanım da B variantını səsləndirdi. Aha, digər iştirakçılar da cavablandırsın. Ondan sonra artıq o bir testimizə keçək. Ayşə xanım da B variantı yazdı. Aha, bəli, konfliktlərin idarə edilməsi və rol aydınlığı düzdür. 152 B, 153. İşçi daim qaydaları pozur, amma nəticə verir. Ən optimal qərar necə olar? Saxlamaq, qayda və... Aha, Ayda xanım da cavablandırdı. Düzdür, 152-ci testdir. Bəli, B variantıdır. 150-ci testdə siz qayda və performans balansını təmin etmək dediniz. Bir dəqiqə çat bölməsinə də nəsə cavab yazdılar. Ayşə xanım da B variantı dedi. Aha. Bəli, B variantı düzdür. 153-cü sual B variantıdır. Aha, 154. HR qərarı biznesə faydalıdır, amma etik riski var. Nə etməliyik? Etikanı qorumaq. Etikanı qorumaq. Aha, B variantı dediniz. Fatimə xanım da B variantı etika yazıb. Ayda xanım, bayaq biz işləmişdik. Sizcə hansıdır? Yəni doğru hansı götürülür? Aha, yəqin ki, Ayda xanım nəvəsinə görə... Eşidirəm, sadəcə də görürsünüz, gəlib çıxan kimi səsiz eşidirəm. Biznesə faydalıdır, amma etik qayda. Bayaq bu haqda müzakirə olundu, yenidəndir, təkrar suallar. Etikanı qorumaq idi cavab, amma biz onu müzakirə edik geniş, istəmirəm bir də təkrar. Yəni, yanaşmalar var da, ona görə. Aha, bəli, sadəcə qısa bir məlumat verək ki, hər kəs üçün aydın olsun, ədaləti, doğru namizədi, etik qaydaları və mükəmməliyyətçiliyi, belə mədəniyyəti mükəmməllik götürmək lazımdır. Və etikanı da izah etdik bayaqki testimizdə. Etik davranışların pozulması, yəni ki, möhkəm səslə danışmaqdır, iş yerində kiminsə özəl əşyasından istifadə etməkdir, kiminsə telefonuna icazəsiz əl vurmaqdır, ondan sonra yaxınında gedib həmin insanın oturmaqdır, əllə çağırmaqdır onu, sən deyərək çağırmaqdır və yaxud da digər etik qaydaların pozulması. Və yaxud da nəzakətsiz cavab verilməsi, şirkət HR daha doğrusu şirkətə gecikmiş işçiyə soruşur ki, sən niyə gecikmirsən? O da qayıdıb qarşılığında hörmətli şəkildə deyirsə ki, yaxşı eləyirəm və yaxud da deyirsə ki,
gəldim də 10 dəqiqə, 1 saat, 2 saat gecikmişəm. Nə var ki bunda deməyə artıq etik qaydanın pozuntusudur. Hörmətsizliyə də aiddir, amma etikanın pozulmasıdır və əxlaqi cəhətdən mənfi olmaq da məsəl üçün da əxlaqi cəhətdən uyğun olmamağı da özünüz məncə bilirsiniz. Burada izah etməyimə ehtiyac yoxdur. Aha, Ayşə xanım yazmış, mən işimlə əlaqədar təlimə qoşulduğum üçün çıxmalı oluram. Olsun, eybi yox. Uğurlar sizə Ayşə xanım. İştirak etdiniz, cavablandırdınız, aktiv şəkildə cavab verdiniz. Bizim də zaten vaxtımızın bitməyinə az qalıb. Səhv etmirəmsə 5 dəqiqə qalıb. 155 şirkətdə yüksək turnover var, amma səbəb bilinmir. Nə etmək lazımdır? Bu turnover biləniniz var, yoxsa izah etməyimə ehtiyac var? O 155-ci testdəki turnover sözünü izah etməyimə ehtiyac var, yoxsa aranızda bilənləriniz var? Yenə də izah etsəz yaxşıdır. Bilirsiniz ki, bu aralar mən qoşula bilmədim. Aha, yaxşı. O zaman izah edim. Turnover bir texniki HR-lara aid texniki bir prosesdir, texniki bir proqramdır. Yəni Word kimi, Excel kimi, sonra Zoom kimi, Canva kimi bəzi proqramlardandır. Onları artıq biz götürən zaman turnover deyirlər və o gərginlik, sistem gərginliyi, sistematik kompüter üzərində gərginlikdir və o cavabları oxuyan zaman yəqin ki sizə aydın olacaq. Aha, data proqramları. Burada data və exit analiz aparmaq. Aha, bəli, düzdür. Data və exit analiz aparmaq. B variantı. Ondan sonra 156-cı testimiz işçi inkişaf etmək istəyir, amma rəhbər qarşısını alır. Nə etmək lazımdır? Göz yummaq, rəhbərlə işləyib vəziyyəti dəyişmək, işçini çıxarmaq, maaşı azaltmaq. Rəhbərlə işləyib vəziyyəti dəyişmək. Aha, B variantı dediniz. 156-da bir dəqiqə çat bölməsi də var. B, rəhbərlə işləmək, bəli, siz də B dediniz. Ayda xanımda qalıb. Onunla bayaq işləmişdik, o da B variantı demişdi bayaq testimizdə. Vəziyyəti dəyişmək. Bəli, 156-cı testin Rəhbərlik icazə vermir də inkişafına. Rəhbərlik. Bəli. O zaman rəhbərlə işləmək lazımdır. 156 B-dir bu arada. 157. HR qərarı risklidir, amma böyük potensialı var. Potensial faydası var. Nə etmək lazımdır? Riskdən qaçmaq, riski analiz edib idarə etmək, göz yummaq, maaş azaltmaq. Riski analiz etmək. Aha, B variantı dediniz. Aha, siz də cavablayın. Aha, yəqin ki heç biriniz mikrofonu aça bilmirsiniz. Qərarı risklidir, amma böyük potensial fayda var. Riski analiz edib idarə etmək. Bəli, Ayda xanım, siz də B variantı dediniz. B variantı Fatimə xanım. Bəli, düzdür, 157 B variantıdır. Riski analiz etmək və idarə etmək. Məsəl üçün, risk o qədər təhlükə deyilsə, yəni ki, həll yolu varsa, ona cəsarətli şəkildə bir addım atıb qərarı qəbul etmək lazımdır. Yox, əgər ciddi problemlər yaradarsa, o riskdən artıq qaçınmaq lazımdır və hər an düşünmədən cəsarətli qərar vermək lazım deyil.
Aha, ondan sonra 158-ci testimizi oxuyuram. Komanda nəticə verir, amma mədəniyyəti pozulub. Nə etmək lazımdır? Mədəniyyəti bərpa etmək lazımdır. Aha, bəli, 158B dediniz. Məndə də B-dir. Bir də üzr istəyirəm, mən çıxmalıyam. Bacım. Aha, buyurun Ayda xanım. Onsuz da bir dəqiqəmiz qalıb bitməyinə. Bir dənə bu testi işləyirik. Sağ olun, gecəniz xeyrə. Çox sağ olun, təşəkkür edirəm. Siz də sağ olun. Bəli, Fatimə xanım B variantı, Ayda xanım B variantı, Natavan xanım B variantı dedi, düzdür. Üçünüzün də